Azərbaycan türklərini formalaşdıran tayfalardan biri də Padarlardır ki, bugün ən çox Şamaxıda onlara rast gəlirik. Bəs bu Padarların kökü gedib hara çıxır? Ümumiyyətlə, Padar sözünün mənası 3 formada izah edilir. Birincisi cəsur deməkdir. Bilirsiniz, hər toplum özünə xoş sözlər deyər, xoş adlar qoyar. Məsələn, cəsur da onlardan biridir. İkinci deyə isə Padar sözünün Baydar adında bir generaldan gəlməsi ilə bağlı olan iddiadır. Niyə? Çünki bilirsiniz ki, orta əsrlərdə hansısa bir Monqol və yaxud da ki, Türk xanının ətrafına yığılan tayfa onun adını götürürdü. Məsələn, Noğaylar. Noğay bir general adı olub, onun ətrafına yığılan Qıpçaq türkləri daha sonra onun adını götürdülər özlərinə. Eyni formada ola bilsin ki, Padarlar da Baydar adında bir generaldan öz adını götürüb. Üçüncü iddia isə 10 Uyğur tayfasından 6-cısı olan Badarlardan adını götürməsidir. Yəni 10 Uyğur tayfası olub, onlardan biri Badarlar olub, ola bilsin zamanla həmki Badarlar Padarlara çevrildi. Bəs bu Padarlar necə oldu bu regiona gəldilər? Hülaki imperiyası Azərbaycanda qurulandan sonra regionda dayaq üçün, yəni köçəri tayfalardan dayaq güc əldə etmək üçün onları Türkistandan Hülaki xan gətirir. Amma daha sonra Qızılbaş dövləti qurulandan sonra, yəni Səfəvilər imperiyası bərqərar olandan sonra bəzi regionlardakı yerlilərin üsyanını yatırmaq üçün onlar tayfaları fərqli yerlərə köçürürdülər. Padarlar da bu formada Quzey Azərbaycana köçürüldülər. Yəni əslində Padarlar Azərbaycan tərəflərə köçürülmə səbəbi orada çıxa biləcək potensial üsyanları yatırtmaqdır. Çünki bilirsiniz ki, köçərilər savaşçı elit olduqlarına görə bir yerdə üsyan çıxanda dövlət gəlmədən o üsyanı yatırırdı. Və Padarlar da düz Dərbətdən Salyana qədər ki, o regionun hamısına yerləşdirilir ki, o regionda Səfəvilərə qarşı çıxacaq üsyanları darmadağın eləsin. Və beləliklə biz Abşeronda, Şamaxıda, Salyanda, Dərbənddə Padarlara çox rast gəlirik və xüsusilə də Şamaxıya yerləşirlər. Şamaxı ən çox yerləşdikləri region olur ki, bugün də görürük ki, ən çox Padar kəndi xüsusilə Ağsu, Şamaxı və Salyan coğrafiyalarında var. Məsələn, Dərbənddə, Hacıqabulda, Xaçmazda, Ağsuda, Sabirabadda, Qubadlıda, Şabranda, Kürdəmirdə bir çox Padar kəndləri var. Hətta Padar qışlaq adında belə yaşayış məskənləri var. Amma bir çox Padar isə birbaşa şəhərin özündə yaşayır. Məsələn, Şamaxının özündə çox Padarlar var. Beləliklə biz bilirik ki, Padarlar Türkistandan gəlmiş və Azərbaycan türklərini formalaşdıran xalqlardan biri olmuşdur.